Bugün Novruzun 3-cü çərşənbəsi Yel çərşənbəsidir. Təbiətdə bahar nəfəsini oyadan bu çərşənbəyə xalq arasında Yelqovan da deyilir. Novruzun müjdəçisi olan Yel çərşənbəsində küləklərin suyu və odu hərəkətə gətirərək təbiətə can verdiyinə inanılır. İnanclara görə külək azar-bezarı aparır, niyyətləri göyə çatdırır. İnsanlar söyüd ağacının altında dayanır, üzü küləyə durub Yel baba deyərək arzular tutur, dualar edirlər ki, Yel onları öz qanadında Tanrı dərgahına çatdırsın. Əgər həmin an külək güclənib söyüdün budaqları yerə dəysə, demək dualar qəbul olunmuş sayılır. Qədim türk inanclarında Yel baba küləkləri idarə edən qüdrətli ruh hesab edilirdi. İnsanlar onu çağıraraq yağış, məhsuldarlıq və firavanlıq diləyirdilər. Bütün çərşənbələrdə olduğu kimi, Yel çərşənbəsində də hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdır. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Belə deyirlər ki, əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddət də sərt keçəcəyinə inanılır.